Salam, mənim adım Fəriddir. Hal-hazırda Estoniyanın paytaxtı Tallin şəhərində yaşayıram. Bu şəhərin tarixi, mədəniyyəti və yenilikləri bir araya gətirməsi məni həmişə heyran edib. Buradakı tarixi binalar mənə Bakının içəri şəhərini xatırladır. Hər iki şəhər həm tarixi qoruyur, həm də gələcəyə doğru addımlayır. Bu gün sizə mərkəzi Baltik ölkələrindən Latviya, Estoniya və Finlandiyada olan ən maraqlı yaşıl texnologiyalardan danışacağam. Bu ölkələr dayanıqlı inkişaf üzrə qabaqcıl yerlərdədir. Gəlin birlikdə bu texnologiyaların Azərbaycana necə töhfə verə biləcəyinə birlikdə nəzər salaq. Estoniya yaşıl texnologiyalar sahəsində dünya liderlərindən biridir. Tartu Universitetində Rufit Solar layihəsi günəş enerjili dam örtüklərinin enerji səmərliliyini 40% qədər artırır. Bu cür layihələr Bakı, Gəncə və Sumqayıt şəhərlərində tətbiq oluna bilər. Layihənin məqsədi enerji xərclərini və karbon emissiyasını azaldaraq ətraf mühitin qorunmasına dəstək olmaqdır. Nəzərinizə çatdırım ki, Estoniya 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağı hədəfləyir və bunun üçün böyük addımlar atır. Estoniyanın ağıllı şəhər layihələri və 8 texnolojisinin həlləri Azərbaycanın şəhərlərini yaşıllaşdırmağa və yaşamaq üçün daha uyğun etməyə tam uyğundur. Finlandiya süni intellekt və robot texnologiyalar sahəsində dünya liderlərindən biridir. Samkdəki Robo AI mərkəzi bu texnologiyaların dayanıqlığı necə təmin etdiyini göstərir. Finlandiya 2035-ci ilə qədər karbon neytrallığına nail olmağı planlayır. Bu innovasiyalar Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə də Xəzər dənizində ətraf mühitin monitorinqi və resursların səmərəli istifadə olunmasına kömək edə bilər. Finlandiya ilə əməkdaşlıq Azərbaycanın imkanlarını genişləndirə və hər iki ölkənin ekoloji dayanıqlığını inkişaf etdirə bilər. Bu texnologiyalar həm sənaye tullantılarını azaldır, həm yenidən emalı daha da yaxşılaşdırır. Latviyaya gəlincə isə bu ölkə son illərdə ağıllı texnologiyalar sahəsində böyük irəliləyişlər əldə edib və bu şəhər idarəçiliyində və eyni zamanda enerji səmərəliliyinin artırılmasında əsas rol oynayır. Bu ölkənin enerjisinin 40%-i bərpa olunan mənbələrdən gəlir və Latviya bioenerji sahəsində də durmadan inkişaf edir. Bu innovasiyaların Azərbaycanın şəhərlərində tətbiq olunması enerji xərclərini azaldar və şəhər idarəçiliyini yaxşılaşdıra bilər. Suvarma sistemlərində ağıllı texnologiyaların tətbiqi Azərbaycanda su resurslarının daha səmərəli idarə olunmasına və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına kömək edə bilər. Latviyanın meşə və kənd təsərrüfatı üzrə dayanıqlı təcrübələri Azərbaycanda davamlı inkişaf üçün gözəl nümunədir. Latviya, Estoniya və Finlandiya yaşıl texnologiyalar sahəsində böyük nailiyyətlər əldə ediblər. Azərbaycan da onların izi ilə gedərək daha yaşıl bir gələcək qura bilər. Qeyd etdiyim hər bir innovasiya ətraf mühitin dayanıqlığı və iqtisadi inkişafımızı gücləndirə bilər. Bu texnologiyaları öyrənib mənimsəməklə Azərbaycanda daha təmiz və daha yaşıl bir gələcək qura bilərik. İndi isə bu dəyişiklikdə iştirak edib gələcək nəsillər üçün daha sağlam bir dünya qurmağın vaxtıdır.